Bir zamanlar köçəri qoşuların, ovçuların və turistlərin ən çox üst tutduğu Hacıqabul gölü indi demək olar ki, tamamilə quruyub. Bölgə TV xəbər verir ki, gölə yaxın yaşayan sakinlər deyir ki, illər öncə bu ərazi həm turizm, həm də istirahət məkan kimi seçilirdi. Vaxtilə 16 kvadrat kilometr olan ərazisi, dərinliyi isə 5 metr olan göl bir neçə ildir ki, su özünə həsrət qalıb. Qurumuş göldə yabani halda ot bitib. Ekoloqlar bildirirlər ki, gölün quruması təkcə təbiətə deyil, bölgənin iqliminə və biomüxtəlifliyinə də ciddi təsir göstərir. Coğrafiya İnstitutunun Hidrologiya şöbəsinin müdiri Rıza Mahmudov deyir ki, Hacıqabul gölü vaxtilə Kür çayından qidalanırdı. Son illərdə qlobal iqlim dəyişikliyi Hacıqabul gölündə də yan keçməyib. Coğrafiya İnstitutunun Hidrologiya şöbəsinin müdiri deyir ki, gölün əvvəlki vəziyyətinə qaytarılması üçün müəyyən işlər aparılır. Su balansının bərpası, ətraf ərazilərdə monitorinqlər və ekoloji qiymətləndirmə davam etdirilir. Əgər tədbirlər uğurlu olarsa, mütəxəssislər gələcəkdə göldə minimum səviyyədə olsa belə suyun geri dönəcəyini istisna etmirlər. Dilbər Vüqar qızı, Bölgə TV.